Dostlar, hər kəsə salam. Bu gün biz format zamanı baş verə biləcək xətaların çözüm yollarını, həll yollarını axtarmağa çalışacağıq və sizə göstərəcəm bunları. İlk olaraq mən BIOS xətası olanı axtaraq. Mən bunları əvvəlcədən qeyd eləmişəm. Google Chrome açırıq və buradan when format BIOS error deyirik və bunun necə görsəndiyini sizə də göstərim. Baxın, bu qaydada görsənir. Belə ola bilər, ya da ki, belə ola bilər. Bu nədir? Bu deyir ki, qardaş, sən format zamanı formatı səhv veribsən də, modu sən səhv seçibsən. Çünki bu mənə uyğun modda deyil. Biz bunun qarşısını necə ala bilərik? Bir saniyə, bunu düzəldim. Bunun üçün bunu əvvəlcədən qarşısını, bunu yerində, yəni ki, düzəltmək mümkün olmur da. Bunu hər şeyi yenidən başlatmalıyıq bunun düzəldilməsi üçün. Buradan çıxaq. Bunun əvvəlcədən qarşısının alınması üçün nə etməliyik? İlk olaraq Manage deyirik. Daha sonra buradan Disk Management deyirik. Bunun iki yolunu sizə göstərəcəm. Buradan C diskinin üzərinə gəlirik. Properties deyirik, xüsusiyyətlər, volumes deyirik və baxın, burada MBR deyir. Bu MBR dəstəklidir və mən format zamanı, Rufus'da format diskinin hazırlanması zamanı modlar seçirik ki, hansı. Baxın, o budur. Orada MBR-i seçəcəyik. Daha sonra OK deyirik və gəlirik, orada Rufus zamanı, Rufus'da format diskini hazırlayan zaman gəlirik, onu seçirik. Deyək ki, siz desktopa daxil ola bilmirsiniz də. O yükləmə zamanı ona daxil ola bilmirsiniz. Həmin vaxtı deməli, belə bir şey göstərim sizə. Həmin vaxtı. Biz bu vaxt CMD-yə daxil ola bilmirik də, çünki birbaşa açılır. Və məcburuq ki, əgər siz cihazınızın əvvəlcədən belə olduğunu, MBR ya da GPT dəstəklədiyini bilmirsinizsə, siz yenidən elə bir denəmə yanılma etməlisiniz ki, siz görəsiniz də, siz format verəndən sonra belə bir xəta vardısa, deməli, siz onu dəyişdirməlisiniz. Bu qədər net. Başqa bir şey etməyinizə ehtiyac yoxdur. Bu qədər. Daha sonra yükləmə zamanı xəta. Yükləmə zamanı hansı xətalar çıxır? Buradan bir pəncərə açaq və Windows install error deyirik. Deməli, baxın, belə bir xəta ilə qarşılaşsanız nə etməlisiniz? Bu zaman OK deyirsiniz buradan və hər şey yenidən başladılır da. Daha sonra bir install pəncərəsi açılır sizə. Həmin vaxt nə etməlisiniz? Sizdə də yəqin ki, Shift və F10-u klaviaturadan basılı saxlayıb CMD ekranını açasınız. Baxın, qarşınıza, mən buradan CMD-ni açım. Bu qaydada bir pəncərə açılacaq. Buradan regedit deyirsiniz. Windows'un elə bil ki, databazasına daxil olursunuz. Və siz buradan lokal maşin deyirsiniz. Daha sonra sistem deyirsiniz. Sistemdən sonra setup deyirsiniz. Setupdan sonra burada status olmalıdır. Status deyirsiniz və child compilation seçirsiniz. Onu seçdikdən sonra onun içində bu qaydada bu şəkildə bir exe faylı var. Bunu klik edirsiniz və buradakı rəqəmi 3 edirsiniz. Əgər deyək ki, 3 olmadı, 4 eləyin. 4 olmadı, 5 eləyin. Yaxşımı? Daha çox denəmə yanılma ilə düzələn bir şeydir. OK deyirsiniz və yükləməni yenidən başladırsınız. Hər şey qaydasına düşəcək böyük ehtimal.
Əgər düzəlmirsə, deməli siz format zamanı nə isə səhv eləyibsiniz. Bayaq dediyim kimi, ya MBR etməlisiniz, ya da GPT. Onu düzgün seçməlisiniz. Daha sonra hansı xəta olur? Daha sonra var driver xətaları. Bu nədir? Girək bura. Driver xətaları. Deyək ki, siz format verdiniz, yüklədiniz Windows əməliyyat sistemini və sizdə baxın buradakı səs yeri var. Bura qırmızı düşdü. Bu qırmızı düşdü. Çünki bunun driveri çatışmır. Necə bir şeydir? Dəqiqə no video input deyək. Baxın bu qaydada bir ikon düşdü bura. Yəni ki, bunun driveri çatışmır. İlk olaraq ilk edəcəyimiz şey nədir? Yenə this PC deyirik, manage deyirik və buradan device manager deyirik. Bu cihazımızın yüklü olduğu driveri buradan tapırıq da. Bu cihazı buradan elə bir tapırıq. Məndə hansı idi? Baxın, High Definition Audio Device. Bunun üzərinə sağ deyirik və update eləyirik. Update deyirik, browse deyirik, let me deyirik və bunu seçirik, next deyirik, gələn xəbərdarlıqlara, gələn sorğulara OK deyirik, yes deyirik və cihazı yenidən başladılır. Bu ondan sonra aktiv hala gəlir. Əgər olmasa, girirsiniz buradan cihazınızın modelinə uyğun olaraq bu modeli necə tapırsınız? Windows R deyirsiniz və CMD deyirsiniz. Açılan CMD-dən MS deyirsiniz, info 32 deyirsiniz və buradan sistem modeli var. Sistem model nədir? N55SL Asus'dur və 64X-dir sistem tipi və browserə gələrək bunun deyirsiniz ki, Asus N55SL driver deyirsiniz və gəlirsiniz bura. Bunun əməliyyat sistemini seçirsiniz. 32-dirsə 32, 64-dirsə və s. və s. Məndə 64-dür. Gəlirsiniz. Baxın buradan network var. Yəni bütün drive'lar buradadır. Baxın səs. Bu var. Bunlardan birini endirib qurursunuz. Deyək ki, bunu da yüklədiniz. Qurulmadı. Deməli siz format zamanı yenə düzgün modulu seçməyibsiniz. Əgər MBR seçmişdinizsə, GPT seçin, GPT seçmişdinizsə, MBR seçin. Ancaq Windows 10-dursa, böyük ehtimal MBR-i seçməlisiniz. Çünki GPT-də çox vaxt driver xətaları verir. Yəni, bugünkü xətaların həlli bu qədər idi. Daha sonra qarşıma çıxdıqca sizə başqa çıxa biləcək xətaları və onların həllini göstərəcəm. Təşəkkürlər, sağ olun.